suallarının izahına baxırıq. Burada deməli hər dəfə paylaşılanda, yəni mən hər dəfə sualları tərtib edəndə orada sualları müxtəlif variantlar qeyd edərək, çatışmayan variantlar, yadda qalmayan variantlarda da özümüzdən əlavə edərək hər hansısa bir izahı çəkirdik. Bugün isə həmin variantları yazıb daha uzun videolar çəkməkdənsə sırf konkret cavablar üzərindən rahat şəkildə ifadə etməyə qərarı aldım. Çünki imtahan yaxınlaşdıqca müəllimlər artıq get-gedə stresə düşürlər və başqa variantlar verdikdə, müxtəlif variantlar verdikdə biraz fikirlər qarışır. İstər-istəməz düşüncələriniz beyninizdə nəsə çatışan-çatışmayan tərəflər olur. Ona görə də bu dəfə ancaq mən cavablar üzərində, düzgün cavablar üzərində izahat aparacağam. Ən birinci toxunmaq istədiyim məqam düşən ümumi mövzular haqqındadır. Ümumi mövzulardan idrak taksonomiyası yenə də ixtisaslar üzrə 2 dənə sual düşüb. Bullyingin müəyyən edilməsi və qarşısına alınması yollarından düşüb. İnteqrasiyadan düşüb. Və fənlər arası inteqrasiya hal-hazırda daha çox düşür və 95% hallarda istər Naxçıvan müəllimlərinin sertifikasiyasında, istərsə də hal-hazırda indi təşkil olunan 17-25-i arasında təşkil olunan sertifikasiya imtahanlarından hər iki mərhələdə olub və hər ikisində də fənlər arası inteqrasiya daha çox üstünlük təşkil edir. Qiymətləndirmədən düşüb, keçən dəfə dünən daha doğrusu diaqnostik qiymətləndirmədən, bugün isə summativ qiymətləndirmədən düşüb. Növbəti sabah imtahana gedən müəllimlər isə formativ qiymətləndirmədə diqqətli olsunlar və son bölmədən olan suallar hansı ki bizim bu dediyimiz müəllim-şagird, müəllim-valideyn münasibətləri, bullying, gözlənti qayda prosedur, təhlükəsiz öyrənmə mühiti, sonra davranışın idarə olunması bunlarla bağlı mövzulardır. Birinci suala baxaq. Birinci sualda bizdən summativ qiymətləndirməyə aid olanı istəyir. Bayaq qeyd etdiyim kimi dünən bizdən diaqnostik qiymətləndirməyə aid olmayanı istəyirdi. Bugün isə summativ qiymətləndirməyə aid olan fikri istəyir bizdən və orada variantların birində verilibmiş ki, təlim nailiyyətinin qiymətləndirilməsinə yönəlmişdir və nəticələr sinif jurnalında qeyd olunur. Onsuz da bu cümlə nəticələrin sinif jurnalında qeyd olunması onsuz da bizə əsas verir ki, biz elə bu variantı götürək. Çünki yeganə qiymətləndirmədir ki, rəsmidir və nəticələri sinif jurnalında qeyd olunur. Digər heç bir qiymətləndirməli nəticələri jurnalda qeyd olunmur. Ölçməkdir, məzmun standartını ölçməkdir. Sonra təlim nailiyyətini ölçməkdir, bölmənin sonunda keçirilməsidir, kəmiyyətlə qiymətləndirilməsidir. Bunların hər biri summativ qiymətləndirmənin xüsusiyyətləridir. İkinci sualımızda bizə deyir ki, sinifdə bullyingə məruz qalan şagird olduqda müəllimin atacağı ən doğru addım hansıdır? Biz əgər bullying halı baş veribsə, bunun qarşısını almağa çalışırıqsa, bu zaman məktəb psixoloqu ilə əməkdaşlıq etmək, milli mənəvi dəyərlər aşılamaq, sosial-emosional, yəni emosional zəkanı formalaşdırmaq lazımdır. Yəni bu kimi əsas məqamlarda diqqətli oluruq və qarşısına alınması yolları ilə müəyyən edilməsi yollarında diqqətli olun. Çünki ən çox burada qarışdırırlar müəllimlər. Ən çox da bunu qarışdırmaq üçün gətirib imtahanlara salırlar. Burada biz deyəcəyik ki, müəllim cavab olaraq şagirdləri belə verilmiş ki, bullyingin zərərləri barədə maarifləndirməlidir və məktəb psixoloqu ilə əməkdaşlıq etməlidir. Yəni yəqin ki, bilirsiniz də ki, bir variantda 2 müəyyən etmək yolu, 2 qarşısını almaq yolu vermir və ona görə də bizdən bunun artıq qarşısını almaq tələb olunursa, biz məktəb psixoloqu ilə variant olaraq veribsə onu götürməliyik. Çünki bu qarşısını alma yoludur. Daha sonra, üçüncü sualda bizə deyir ki, şagird dərsə gecikir və sinifə daxil olaraq müəllimdən icazə istəyir və gecikməsinin səbəbini izah edir. Bu zaman deyir, prosesin pozulmasına səbəb olan əsas amil nədir? Müəllimlər, biz deyirdik ki, əgər şagird gecikibsə, sakitcə sinifə proseduru icra etməlidir. Sakitcə sinifə daxil olmalıdır, çantasını çıxarmalıdır, dərs prosesinə lazım olan ləvazimatları götürüb dərs prosesinə qoşulmalıdır. Və yalnız tənəffüs vaxtı müəllim şagirddən artıq niyə gecikdiyinin səbəbini öyrənə bilər. Dərs prosesində bu mümkünatı yoxdur. Çünki dərsin artıq vaxtından alır. Və bizdə nə etməliyik bu vaxt? Artıq bizdən əsas səbəbini soruşur. Biz də deyirik ki, gecikmə halı ilə bağlı hər hansısa bir prosedurumuz yoxdur. Əgər prosedur olsaydı, bu dərsin vaxtını da almazdı, dərsin pozulmasına da səbəb olmazdı. Daha sonra deməli bir məqamda diqqətli oluruq ki, bizə desə ki, gözləntiyə şagird əməl etmir. Müəllim növbəti addım olaraq nə etməlidir? Bu zaman biz götürməliyik ki, müəllim əməl etmirsə şagirdlər qayda qoymalıdır. Əgər əməl etmirsə, bunun səbəbini soruşursa ki, şagirdlər niyə gözləntiyə əməl etmir? Bu zaman deməli müəllim gözləntinin mahiyyətini şagirdlərə elan etməyib. Eyni zamanda prosedura da aiddir. Prosedura şagird əməl etməyibsə,
Bu zaman deməli müəllim prosedurun mahiyyətini şagirdlərə açıqlamayıb. Əgər deyirsə ki, müəllim artıq növbəti addım olaraq nə etməlidir? Deməli davamlı olaraq məşq etdirməlidir, israrlı olmalıdır. Bu tip sual, bu tip dedim iminli bu sual, sırf yəni bu sual Time 2026-nın nəşrində var, 24-ün nəşrində də var. Yəni oradan götürülmə sualdır bu ki, müəllimdən icazə istəyib prosesi gecikib uşaq başlayıb izah eləməyə, dərsin vaxtından artıq getmiş hesab olunur. 4-cü sual. Məktəb valideyn münasibətlərinin səmərəli qurulması üçün müəllim hansı prinsiplərə əməl etməlidir? Ümumi prinsipləri mən burada vermişəm ki, müəllim məxfiliyi qorumalıdır, valideynlərə qarşı empatiya göstərməlidir. Yəni bu variantların hansı olsa götürə bilərik. Empatiya göstərməlidir, məktəb tədbirlərinə cəlb etməlidir, davamlı olaraq, yəni müntəzəm olaraq inkişafı barədə valideynləri maarifləndirməlidir, məlumatlandırmalıdır, valideynlə əməkdaşlıq etməlidir. Ümumiyyətlə prosesi elə qururuq ki, valideyn hiss eləməlidir ki, müəllim onu anlayır. Gəlirik növbəti 5-ci suala. 5-ci sualda bizə deyir ki, müəllim şagirdlərə tapşırır ki, müxtəlif rənglərlə bağlı araşdırma aparsınlar. Deməli, müxtəlif rənglə bağlı araşdırma aparmalıyıq və rəngləri insan xarakteri ilə uyğunlaşdırıb öyrənməliyik. İnteqrasiya növünü istəyir bizdən və bu da fənlər arası inteqrasiya cavab olaraq yazmışam burada. Nəyə görə fənlər arası inteqrasiyadır? Çünki rənglərlə bağlı deyirsə təsvirci sənətdir, insan xarakteri isə həyat bilgisi və yaxud da biologiya fənni ilə əlaqədardır. Daha sonra 6-cı sualda bizə deyir ki, bullyingin qarşısını alınması yolları ilə bağlı biri yanlışdır. Bullyingin qarşısını alınması yolları ilə birini yanlış istəyir bizdən və burada orada cavab olaraq verilmiş ki, bu işdə yalnız sinif rəhbəri məsuliyyət daşıyır və biz də bilirik ki, bu prosesin yalnız iştirakçısı sinif rəhbəri deyil və deyirdik ki, yalnız sözü bizim cavabımızı məhdudlaşdırırsa, məsələn, yalnız sinif rəhbəri məsuliyyət daşımır desə, bu variantı götürə bilərdik. Amma yalnız sinif rəhbəri məsuliyyət daşıyırsa və gözünüz məhdudlaşdırır sinif rəhbəri ilə bu fəaliyyəti. Deməli, burada artıq deyirik ki, yanlışdır. Çünki yalnız sinif rəhbəri yox, məktəb rəhbərliyi, məktəb psixoloqu, hər biri bu işdə məsuliyyəti daşıyır. 7. Eyni zamanda valideyn də. 7-ci sualda bizə deyir ki, bullyinglə mübarizədə şagirdlərin maarifləndirilməsi dedikdə nə nəzərdə tutulur? Şagirdlərin maarifləndirilməsi deyirsə, biz artıq şagirdlərə bullyingin növü haqqında, bullyingin törətdiyi fəsadlar haqqında məlumat veririk və onların qarşılıqlı hörmətin önəmi haqqında söhbət aparmalıyıq. Hansı ki, nə bilim, şagirdləri danlamaq, şagirdləri cəzalandırmaq, dərhal reaksiya vermək. Bunlar hər biri yanlış məqamlardır. Yəni bunların hər birindən uzaq qaçırıq. Sonra və sonuncu sualımızda bizə deyir ki, müəllim valideyn əməkdaşlığını şagird inkişafına təsirində ən mühüm amil hansıdır? Bu da cavablarımızdan birində verilmiş ki, şagirdin gələcək inkişafı üçün valideynin rəyini dəyərləndirmək və bircə fəaliyyət. Bu da bayaq qeyd etdiyimiz kimi müəllim mütləq şəkildə valideynlə daimi şəkildə əməkdaşlıq etməlidir. Biz həqiqətən də şagirdin inkişaf etməsini istəyiriksə, bu prosesi tək şəkildə müəllim icra edərsə effektiv olmaz. Amma valideyn təşkil edərsə, valideynlə əməkdaşlıq edərsə, valideynlə kömək görərsə, dəstək alarsa, həqiqətən də bu prosesi daha uğurlu şəkildə qura bilər və daha yüksək nəticələrin toplanmasına gətirib çıxara bilər. Bundan əlavə olaraq bura qeyd etməmişəm. Bugün çünki o suallar tam şəkildə deyil, mən də müəllimin yadına qaldığı tərzdə sizə çatdıracağam. Bir inteqrasiya, bir taksonomiya sualıdır. İnteqrasiya sualı beləymiş ki, deməli müəllim orada hər hansısa bir deyəsən nədənsə obrazlarıymış. Deməli müəllim belə xatırlayır ki, obrazları dedi biz hər hansısa dedi hansısa bir başqa bir obrazla nəsə əlaqələndirməliyik. Elə olarsa bu olur ədəbiyyat fənninə əlaqədar. Yəni fənlər arası inteqrasiya olub orada. Prosta müəllim yadına sala bilmədi ki, o dillə bağlı nəsə bir şeydir, yoxsa obrazla bağlı bir şeydir. Bir musiqiçilərdə nəsə obrazla bağlı bir şeydir. Yəqin ki, bu fənlər arası ədəbiyyatdan əlaqəli olacaq. Azərbaycan dilindən, yəni dil normalarından o qədər də inanmıram. Yəqin ki, bu ədəbiyyat fənnindən olub. Bir də belə bir taksonomiya sualımız olub ki, şagird obrazları seçir mətndən, obrazları sadalayır və daha sonra onların desən xüsusiyyətlərini öz sözləri ilə izah edir. Bu da bildirir ki, anlama mərhələsidir. Hər hansı bir obrazın seçib sadalamaq, düzdür, xatırlamaqdır. Amma ki, artıq növbəti mərhələ olaraq bunu tətbiqlə qarışdırmayın. Çünki bu beynimizdə icra olunan bir prosesdir. Tətbiqdə əllə, yəni hərəkətli bir şəkildə iş görməliyik.
Belə müəllimlər, bu sertifikasiya suallarının PDF-nin hər biri var. Dərsimizdə iştirak etməyən müəllimlər, ödənişsiz qrupunda olmayan müəllimlərdən kim əldə etmək istəyirsə, 055 270 51 25 nömrəsindən əlaqə saxlayaraq əldə edə bilər. Eyni zamanda şərh bölməsində öz nömrənizi qeyd edərək bu PDF-ləri əldə edə bilərsiniz ki, əlinizin altında olduqda daha rahat təkrarlamaq, baxmaq sizin üçün asan olur. Belə müəllimlər, hər birinizə uğurlar arzulayıram. Başa düşmədiyiniz, qaranlıq qalan izahımda sizə nəsə çətin gələn məqam varsa, şərh bölməsində bildirə bilərsiniz.